Yekaterinburqda yerləşən Sverdlovsk vilayət məhkəməsi Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin həbsdə qalması barədə qərarı qüvvədə saxlayıb. Bildirilib ki, məhkəmə qapalı iclasda iş materiallarını araşdıraraq apellyasiya şikayətini təmin etmək üçün əsas görməyib. Nəticədə Şıxlinski dekabrın 30-nadək həbsdə qalacaq. Məsələ ilə bağlı Today Press TV-yə danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, bu mərhələli prosesdir və səbirli olmaqda fayda var. Hesab edirəm ki, biz səbirli olmalıyıq. Oktyabrın 9-da Azərbaycan və Rusiya liderlərinin görüşü oldu. Görüşdə çox vacib məsələlər müzakirə olundu və bugün Sputnik Azərbaycanın icraçı direktoru İqor Kartavıx da azad olundu. Bunlar mərhələli prosesdir. Birdən-birə hər şeyin həll edildiyini gözləmək düşünürəm ki, yanlış olardı. Hesab edirəm Azərbaycanın atdığı addımlara Rusiya tərəfi adekvat olaraq müəyyən addımlar atacaq. Ona görə biz bir qədər təmkinli olmalıyıq. Zamanla hər şey qaydaya düşərək öz yerini tapacaq. Düşünürəm ki, Şahin Şıxlinski və digər soydaşlarımıza qarşı təzyiqlər tezliklə sona çatacaq, deyə deputat qeyd edib. Qeyd edək ki, Şahin Şıxlinski ilk dəfə iyulun X-də saxlanılıb. Hərbi geyimdə, maskada və üzərində tanınma nişanı olmayan hüquq mühafizə orqanlarının əməkdaşları Şıxlinskinin içərisində olduğu avtomobilin qarşısını şəhərin ortasında kəsiblər və zor tətbiq edərək Şahin Şıxlinski və oğlu Mutvalını avtomobildən endirərək yerə yıxıb qandalayıblar. Mutvalı Şıxlinski saxlanılandan 15 dəqiqə sonra sərbəst buraxılıb. Şahin Şıxlinski isə istintaq idarəsində bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb. Daha sonra hüquq mühafizə orqanları Şıxlinskilərə saxlandıqları zaman dövlət nümayəndəsinə qarşı zor tətbiq etmək maddəsi ilə cinayət işi açıb. Məlum cinayət işi üzrə iyulun 16-sında Mutvalı Şıxlinski saxlanılaraq barəsində həbs qəti imkan tədbiri seçilib. Şahin Şıxlinski isə axtarışa verilib. Avqustun 2-də isə Şahin Şıxlinski də Moskvada saxlanılaraq Yekaterinburqa köçürülüb. Avqustun 24-də məhkəmə onun barəsində həbs qəti imkan tədbiri seçib. Sentyabrın 24-də isə həbs qəti imkan tədbirini dekabrın 30-nadək uzadıb. Jalə Rövşən, Namiq Abbasov, Today Press TV.